Aha, bugünkü mövzumuz lam və laş şəkilçiləri haqqında olacaq. Lam və laş şəkilçiləri adlardan feil düzəldən şəkilçilərdir. Amma burada bir məsələ var ki, bu şəkilçilər iki cür təhlil oluna bilir. Baxaq görə hansı formalarda təhlil olunur. Gördüyünüz kimi birinci hissədə la'nı ayrı, n'nı ayrı leksik şəkilçi kimi, la'nı ayrı, ş'nı ayrı leksik şəkilçi kimi götürmüşəm. İkinci hissədə isə bir yerdə götürmüşəm. İndi baxaq görək, bunları necə fərqləndirə biləcəyik. Məsələn, tutaq ki, deyirəm ki, salamlaşmaq. Bir də deyirəm ki, vidalaşmaq. Hər ikisində mən laş-ləşi görürəm, düzdür? İndi gəlin, baxaq görək, necə fərqləndiririk. O dəqiqə buradan bir dənə xət çəkirsiniz, ən asan yol. Xət çəkəndən sonra sözün kökünü müəyyən edirik. Salam sözünün köküdür, vida sözün köküdür. Xət çəkdiyimiz hissəyə qədər gəlin, baxaq görək, dilimizdə belə bir söz varmı? Salamlamaq sözü var dilimizdə. Var. Deməli, la ayrı, ş ayrı götürüləcək. Bəs yaxşı, vidalamaq sözü dilimizdə varmı? Yox. Deməli, la'nı ayrı, ş'nı ayrı yox, bütün formada götürəcək. İkinci, var ayaqlanmaq. Var ayaqlaşmaq. Gəlin bunlara baxaq. Ayaqlanmaq nədir? Ayaqlaşmaq nədir? Ayaqlanmaq, deməli, nə isə tapdalamaq mənasındadır. Ayaqlaşmaq isə yola getmək mənasındadır. Biz bilirik ki, tapdalayan zaman neyinirəm? Ayaqlayırım, düzdür? Ona görə la'nı ayrı, n'nı ayrı götürürəm. Bəs yaxşı, kimlənsə yola getmək üçün kimsə tapdalamağa ehtiyac var? Ya sizin üçün var, bəli, sizə görə var. Amma bizə görə yox. Ona görə də laşı bir yerdə götürürəm. Yəni bu qaydalara xüsusən diqqət yetirirsiniz. Sonra var daşlanmaq, var daşlaşmaq. Gəlin baxaq. Daşlaşmaq nədir, daşlanmaq nədir? Daşlanmaq və daşlaşmaq sözlərini biz diqqət yetirməli studiyamıza zəng gəlir. Zəhmət olmasa səsimizi biraz qısaq. Daşlanmaq sözünə baxaq. Daşlanmaq daş atmaq mənasındadır. Daş sözün kökü, daşlamaq ayrı, nə edirəm? N'nı ayrı. Daşlaşmağa baxaq. Aha, daşlaşmaq iki formada bizim qarşımıza çıxa bilər. Əgər uşaqlar daşlaşdılar, yəni bir-birinə daş atdılar mənasında desək, bu formada götürəcəyik. Amma beton daşlaşdı desək, beton daşlaşanda daşlamır. Nə edirik? Bir yerdə götürür. Yəni, cümlə daxilində, konspekt daxilində bunun mənasına diqqət yetirmək lazımdır.